Salamlar, hər birinizə xoş gördük. Bugün sizlə bir yerdə birinci hissə yeni topludan baxırıq. Mövzunun adını unuttum. Kvadrat köklər həqiqi üslü qüvvət mövzusunun ikincisini. N-ci dərəcədən kök, həqiqi üslü qüvvət və onun xassələri, ədədlərin müqayisəsi adlı mövzuya. Hansı ədəd ən böyükdür deyir bizə. Diqqət edin, hamısının üstü 5-də 1-dir. 5-də 1, 5-də 1, 5-də 1, 5-də 1, 5-də 1. O zaman hansı böyük olacaq? Bəli, əsası böyük olur. Kök altı 3, kök altı 3. 3-ün üstündə üst-üstə qüvvətlər vurulur. Kökdə 3-ü kökdə 3-ə vurduqda 3, 3 üstü 3-də 27 deməkdir. Bu sualda yuxarını gəlin kuba yüksəldək. Aşağını da kuba yüksəldək. Deməli, yuxarını kuba yüksəltsəm, köklə kub gedir. Qalır eləcə 9 kök altında 3. Aşağını kuba yüksəltdikdə burada köklə kub getmir. Yəni, nə baş verir? Köklə kub getmir, lakin kub içəri daxil olur. Yəni, belə bir şey olur. Olur 3 kök altında 3-cü dərəcədən 3-ün kubu. Belə bir şey alınır. Yuxarıda olur 9 kök altında 3. Aşağıda olur kök altında 3-ün kubu verir 27. Köklə burada da kub gedir, olur 3. 27-nin 3-ə vuruq 81. Kökdə 81-dən alınır 9. 9'lar da ixtisar gedir və bizdə sadəcə qalır kök altında 3. Sonrasında ifadəni sadələşdirin deyir bizə. Gəlin belə bir şey yazaq. Saxlayaq bunu. Deməli, indi yazsın. Deməli, neyiniyək? 2-ni saxlayaq. 2-ni saxlayaq. Kök altında 6-cı dərəcəni də saxlayaq. 4-ü salaq kökün içərisinə. Olacaq 16. Vuraq 2, yəni 32. Bu tərəfdə də kök altında 4-cü dərəcədən saxlayaq. 3-cü dərəcə. 8 girəcək içəri. Olacaq 8-in kubu vurulsun 4. 8 3 dərəcəli olduğu üçün içəri girəndə 8 üstü 3 kimi girir. Deməli, olur belə. 2 qalsın. Yuxarıda olur 12-ci dərəcədən 2-ci, 6-cı. Burada dərəcələr bir-birinə vurulur. Olur 12-ci dərəcədən 32. Digərində 4 ilə 3 dərəcələr bir-birinə vurulur. O da olur 12-ci dərəcədən 8 üstü 3 vurulsun 4. Sonra 2 qalır. Hamısı 12-ci dərəcədəndir. Yuxarıda, aşağıda. 32-ni yazıram. 8 üstü 3, 8 vuraq 8, vuraq 8 və vuraq 4. 8 ilə 4 32 verir. Elə yuxarı ilə gedir. Olur 2 kök altında 12-ci dərəcədən 8 8, yəni 64-də 1. 64-də 1. Arxasıca bu da 2 12-ci dərəcədən 64 bizdə 2 üstü 6-da axı olacaq 1 bölünsün 2 üstü 6-cı dərəcə. İxtisar gedir 12 ilə. 6 6-ya o da olur 2 kök altında eləcə 2-də 1. Xəttim çox pis oldu. Nəsə xoşum gəlmədi izahdan. Sonrasında 2 daxil olsun içəri. 2 içəri girir olur 4. Vurulsun 2-də 1. İxtisar gedir. Qalır eləcə kökdə 2. İndi düzəldəcəm. Nəsə səliqəsiz yazıram hər halda. Yerlə əlaqəlidir. Onda baxacağıq. 5-i çox sadə izahla yolla izah edəcəm sizə. Yəni, indiyə qədər gördükləriniz ən çətin yol ola bilər. Baxırıq 5-ci suala. Bax, 5-ci sualda ən birinci baxıram A-ya. A-nın üstündə, bu A-nın üstündə. Sadəcə bir dənə kök var. Mən də yazıram A-nın üstündə 2-də 1. Çünki 2-ci dərəcədə kəsrlə yazıram. 2, 1 bölünsün 2. Sonrasında baxıram digər A-ya. Burada bir dənə A var, lakin bu A-nın üstündə 2 dənə kök var. Bir bu kök var, bir də bu kök var. Yəni, həm 2-ci dərəcə var, həm 2-ci dərəcə var, həm 3-cü dərəcə var. Vurulur olur 6-cı dərəcə. Yəni, A-nın üstündə 6-da 1 vurulsun. Bu da A-nın üstündə 6-da 1 deməkdir. Bu da A-nın üstündə 6-da 1. Vurulduqda nə olur? Üstlər toplanır. 2-də 1, üstə gəlir 6-da 1, üstə gəlir 6-da 1. O da olur A-nın üstündə ortaq məxrəc 6. 2-yə bölürəm 3, 1, 1. 6-da 6. Yəni, eləcə A demək olur. Gəlin, indi həmən qayda ilə 6-cını yazaq. 6-cını da eyni qayda ilə yazırsınız. Yəni, baxırsınız ki, üstündə neçə dənə çətir var, hansı dərəcədən.
Mən yenə yazıram A. İkinci dərəcədən bircə dənə çətir var bu A-nın üstündə. Bax, bu A-nın üstündə bircə dənə çətir var. Yəni 2-də 1 vurulsun A-nın üstündə. Digər A-ya baxıram. Digər A buradadır. Üstündə 2 dənə çətir var. Bir dördüncü dərəcədən, bir də ikinci dərəcədən olur 8-də 1. Vurulsun A-da. Bu da 8-də 1 deməkdir. Üstlər toplanır olur 2-də 1, üstə gəlir 8-də 1, üstə gəlir 8-də 1. Bu da deməkdir ki, A-nın üstündə 8-də 2-yə bölürəm. 4, 1, 1 toplananda 8-də 6. İxtisar getsə olacaq 4-də 3, yəni B variantı. Baxaq 7-ci suala. 7-ci sualda deməli cüt dərəcədən nəticə alındıqda olduğu kimi alınır. Yox, cüt dərəcədən modulda alınır, çaşdım. Tək dərəcədən də olduğu kimi alınır. Yəni burada 3-cü dərəcə ilə 3 getsə alınacaq dərəcə -5 üstə gəlir. Digərində köklə kvadrat gedəndə modulda alınır. Nəticə olur 8. Vurulsun 3-ün üstündə vurulduqda nə olur? Üstlər toplanır. Yəni olur 4-də 1 üstə gəlir -4-də 9. Bu da o deməkdir ki, 4-də 1 ilə -9 -8 o da -2 deməkdir. Düzdür? Yəni 3-ün üstündə -2. -5 ilə 8-i topladıqda verir 3. Kök ilə 2 gedir. Olur 3-ün üstünə -1. Bu da 3-ün üstünə 1-dir. Düzdür? Vurulduqda nə olur? Üstlər toplanır. 1 ilə -1 toplanır 0. Bu da eləcə 1 deməkdir. Yəni B variantı. Səkkizinci suala baxırıq. Köklə kvadrat gedir. Əgər cüt dərəcədən gedirsə modulda alınır. Alınır 5. Üstə gəlir. Kubla kub gedir. Olduğu kimi alınır. -3 tək dərəcədən olanda olduğu kimi alınır. Sonra kök altında 2 üstü 3-də 1 ilə -3-də 7 olur 3-də. Olur 3-də. 1 çıxaq 7 kimi. Yəni əslində toplanır, amma 7 mənfidir də. Olur 3-də -6. Bu da nə deməkdir? -2 deməkdir. 2 üstü -2. 5 çıxılsın 3 olur 2. Köklə 2 gedir olur 2 üstü -1. Üstlər toplanır. Yəni 2 üstü 0. Bu da nə deməkdir? Bəli, 1 deməkdir. 1 ilə -1 toplanır 0 verir. 9-cu sual. Maksimum sadələşdirirəm. 6-nı 3 vurulsun 2 yazıram. Üstündə də 2-də 1 vurulsun. 4-ü 2 üstü 2 yazıram. Üstündə də 4-də 3-ü vurulsun. Digərində də 2 üstü 2 yazıram. Üstündə də -4-də 1-i bərabərdir. Ayırıram. 3 üstü 2-də 1 vurulsun. 2 üstü 2-də 1 vurulsun. 2 üstü ixtisar gedir. Vurulur, ixtisar gedir. Qalır 2-də 3 vurulsun. 2 üstü yenə ixtisar gedir. Qalır -2-də 1. İndi bizdə əsası eyni olanlar bunlardır. Yəni qalır 3-ün üstündə 2-də 1 vurulsun 2-nin üstündə. 2-də 1 toplanır 2-də 3. Yenə toplanır. Bu dəfə də -2-də 1 bərabərdir. 3-ün üstündə 2-də 1 vurulsun 2-nin üstündə. Deməli olur 2-də 1 üstə gəlir 3, 4 çıxaq 1. 4 çıxaq 1 o da eləyir 3. 2-də 3. İndi sonrasında görək bu bizə nə verir? Deməli belə bir şey olur. İkinci dərəcədən 3 üstü 1. 3 üstü 1 ikinci dərəcədən vurulsun. Belə yazıram ki, başa düşəsiz. İkinci dərəcədən 2 üstü 3. Yəni olur belə. Kök altında 3 vurulsun. Kök altında 8. Kök altında 24. 24-də 4 vurulsun 6 deməkdir axı. 4-dən 2 çıxır, 6 qalır içəridə. Yəni 2 kökdə 6. Baxırıq 10-cu suala.
deməli yazaq. Yuxarıda üstü 1-də axı yazıram 3-ün üstündə 1 bölünsün dərəcəsi 3. Y üstü 0 bizdə verir 1. 1 vurulsun 3-ün üstündə. Bunun da üstü 1-dir. 1 bölünsün dərəcəsi 2-dir. Vurulsun 9-u yazıram 3 üstü 2. Üstündə də 12-də 7 bərabərdir. Bir bizə lazım deyil. Əsasları eynidir. Bölmə olduğu üçün üstlər çıxılacaq. Yəni olacaq 3-də 1, çıxılsın 2-də 1, vurulsun 3. İxtisar gedir. O da olur 6-da 7 bərabərdir 3. Bax belə bir şey alınır. Sadəcə üstləri hesablayırıq və bizdə vurma olduğu üçün olur burada toplama. Ortaq məxrəc 6, 3-ə bölürəm eləyir 2, 2-yə bölürəm olur 3, üstə gələ 7. 2 çıxılsın 3 mənfi 1, üstə gələ 7. 6, 6-da 6-da 1 deməkdir, yəni olur 3. Baxırıq 11-ci suala. 11-ci sualı da 10 kimi eyni qayda ilə yazıram. Deməli, bax 5-in üstü 1-dir, dərəcəsi 4-dür. Dərəcəsi 4-dür. Yazıram 5-in üstündə 4-də 1. O tərəfdə 1 üstü 0 1 deməkdir. Bunu heç atıram. Aşağıda da 5-in üstündə üstü 1-dir, dərəcəsi də 3-dür. Bunu da yazıram. 3-də 1 vurulsun. 25-i yazıram 5-in üstündə 2 və 24-də 13. Bu qalır belə. Sonra yazıram 5-in üstündə bölmə olduğu üçün üstlər çıxılır. Olur 4-də 1, çıxılsın 3-də 1. Bu tərəfdə də vurma olduğu üçün üstə gələk. 2 ilə 24 ixtisar gedəcək. O da olacaq 12-də 13 bərabərdir. 5-in üstündə ortaq məxrəc 12. 12-ni 4-ə bölürəm 3. 12-ni 3-ə bölürəm 4. Olur deməli 3 çıxılsın 4 mənfi 1, üstə gələ 13, bu da olur 12. Getdi, qalır eləcə 5-in üstündə 1, yəni B variantı sadəcə 5. Baxırıq 12-ci sual. 12-ci sualda əgər cüt dərəcəli kökdən biz bir nəticə almalıyıqsa, bunu mütləq modulda almalıyıq. Yəni mənfi olması ehtimalına qarşı. Bizdə də görürsünüz ki, cüt dərəcədəndir. Deməli 243 qalsın 4-cü dərəcədə. 243 3 üstü 5 deməkdir. 3 üstü 5 deməkdir. Bunu yazıram 3 üstü 4 vurulsun 3 üstü 1. Sonra A üstü 6-nı ayırıram. A üstü 6-nı yazıram A üstü 4 və A üstü 2 kimi A üstü 6. B üstü 5-i də ayırıram. B üstü 4, B üstü 1 kimi. Çünki dörtlüklərə ayırmaq lazımdır. Dərəcəsi 4-dür deyə. Bizdə də deyir ki, A 0-dan kiçikdir. İndi 3 üstü 4 çölə çıxır, olur 3. A üstü 4 çölə çıxır, olur A üstü 6. B üstü 4 A. B üstü 4 də çölə çıxır, olur B. Mütləq modulda yazmalıyam. Kök altında 4-cü dərəcədən qalır 3. A kvadratı B. 3 A-nın kvadratı B kimi də qalır. Sonrasında A mənfi olduğu üçün, modulun içərisində mənfi olduğu üçün bu moduldan çıxanda mənfi 3AB kimi çıxır. 4-cü dərəcədən 3A kvadratı B kimi yazılır. Mənfi 3AB 4-cü dərəcədən 3A kvadratı B doğru cavab olur E variantı. 12-ci sual. Yine bunun A'sı mənfidir. Kök altında 4-cü dərəcədən yazıram. 2 üstü 4 yazıram 16-nı. A üstü 6-nı, A üstü 4, A üstü 2 kimi yazıram. B üstü 5'i də B üstü 4, B kimi yazıram. Bərabərdir, bərabərdir. Sonrasında 2 üstü 4 çölə çıxır 2, A üstü 4 çölə çıxır A, B üstü 4 çölə çıxır B. 4-cü dərəcədən qalır içəridə A-nın kvadratı B. Bizə yenə deyir ki, A burada mənfidir. A mənfidir, yəni modulun içərisi mənfidir. O zaman moduldan alınacaq mənfi 2AB kimi 4-cü dərəcədən A kvadratı B də yerində. Mənfi 2AB 4-cü dərəcədən A kvadratı B yerində doğru cavab olur. D variantı. Baxırıq 14-cü suala. 14-cü sualda. İndi də içəri salmaq lazımdır. Deməli, bizdə A mənfidir. Baxaq, içəri salıb, içəri salanda da bunu içəri salanda da çölə yenə mənfisini verir çıxır. Niyə? Burada A mənfidir.
Düzdür? A mənfidir. Bizdə də 2A 4-cü dərəcədən B yazıb. 2A əgər çöldə müsbət yazılıbsa, deməli burada axı bunun çölü mənfidir. Düzdür? Çölü mənfidir. Cüt dərəcəli kökdən də çölə mənfi çıxmaz. Amma mənfisiz yazıbsa, çölə mənfi çıxmaz. Amma mənfi çıxıbsa, yəni 2A kimi yazılıbsa, mənfisiz yazıbsa, deməli əvvəldən burada mənfi var imiş. 4-cü dərəcədən içəri girir, olur 2A üstü 4 və B kimi də. Burada da qalır mənfi 4-cü dərəcədən 16 A üstü 4 B. 16 A üstü 4 mənfi 16 C variantı. Bir daha deyirəm. Çöldə cüt dərəcədən çölə mənfi çıxa bilməz. Dəyişənlidə. Əgər mənfi şəklində yazılıbsa, deməli əvvəldən burada mənfi var imiş. Əvvəldən burada mənfi var imiş. Mənfi var imiş ki, bu 2A modulda çıxıb 2A 4-cü dərəcədən B olub və sonrasında mənfi olduğu üçün mənfi əvvəldən var idi. Mənfi 2A da bunun 4-cü dərəcədən B olub müsbət 2A, yəni bu versiyada yazılıb. Deməli, 3-cü dərəcədən 2-ni saxlayıram. Kök altında 3-cü dərəcədən mənfi 8-də 3-ü 8-ə vuram 24, üstünə də sürəti 3-ü gəlirəm, olur 27. Burada bilirik ki, 24 2 üstü 3'dür, 27 də 3 üstü 3'dür, kubu 8 2 üstü 3'dür, çarşı. Sonra üstə gələ yenə 3 vurulsun 4-cü dərəcədən 81-də 1, 1, 81-də 3 üstü 4 deməkdir. Mən 1-i də üstü 4 kimi yaza bilərəm. Üstü 4 kimi olar. Bərabərdir, bərabərdir. 3 ilə bunun üstü gedir, qalır 2 vurulsun. 2-də 3 qalır. Mənfisini unudurdum az qalsa. Mənfi 2-də 3, üstə gələ 3 vurulsun. Burada da 4 gedir. Orada da qalır 3-də 1. 3'lər gedir. Bərabərdir. 2'lər də gedir. Qalır sadəcə mənfi 3 və sadəcə 1. O da bizə mənfi 2 deməkdir. Çaşdım. Baxırıq 16-cı suala. 16-da. 3'ü saxlayıram, yenə yazıram 3. Kök altında 3-cü dərəcədən mənfi, məxrəci yazıram 27. 2-ni 27-yə vuram 54. Üstünə 10'u gəlirəm, olur 64. 64. Bu bizdə 3 üstü 3'dür. 64 də 4 üstü 3'dür. Yəni üstü 3 olacaq. Üstə gələ bu tərəfdə 4 vurulsun 5-ci dərəcədən 32-də 1, 1, 32'ni də 2 üstü 5 yazaram. İstəsəm 1'i də yazaram üstü 5 kimi. İndi 3-cü dərəcə ilə bunun üstü 3 gedir. Qalır eləcə 3 vurulsun 3'də 4. Mənfisini unutdurdum az qalsın. Üstə gələ 4 vurulsun. Bu da 2'də 1 deməkdir. Çünki 5-ci dərəcə ilə qüvvət 5 gedir. 3 ilə 3 gedir, qalır mənfi 4. 2 ilə 4 gedir, qalır eləcə 2. Bu da mənfi 2 deməkdir. Baxırıq 17-ci suala. 17-ci sualda 2 ilə 4'ün ikisi gedir, 2 qalır. Yəni bu ümumi kökdə qalmalıdır. Ona görə 1 yanlışdır. 1 olan variantları atıram. Sonra burada 3 ilə 3 gedir. Yəni biz tək dərəcədə, 3-cü dərəcədə, 5-ci dərəcədə, 7-ci dərəcədə kökdən olduğu kimi çıxarmalıyıq. 2 doğrudur. Doğru cavab olur E variantı. Burada da tək dərəcədə mənfiyə dəymirik. Elə olduğu kimi çıxardırıq. Mənfi 2, ona görə 3 də doğrudur. 16-cı sualda. 16-cı sualda. Deməli 4-cü dərəcədən 9 3 üstü 2'dir. Burada 2 ilə 4-cü dərəcə gedir, qalmalıydı 2. Yəni kökdə qalmalıydı, 1 səhvdir. Yenə tək dərəcələr gedir, tək dərəcə olanda 2 çıx kökdə 5, 2 çıx kökdə 5 olduğu kimi yazırıq. Heç nə dəyişmirik. Burada da 6 ilə 3 gedir, qalır 2. Yəni bir dənə kök qalmalıydı. Bu da səhvdir. Sadəcə olur ikinci doğru, yalnız 2, yəni C variantı.
Baxıram 19-cu suala. 19-cu sualda 5 qalır. Üstün qüvvətlərin mütləq vurulmalıdır. Necə vurulur? Elə bil ki, bu A plus B, A minus B düsturudur. Qalacaq A kvadratı çıxaq B kvadratı. Yəni buna əsasən kökdə 3-ün kvadratı 3, kökdə 5-in kvadratı 5. O da olacaq 5. 3 çıxılsın 5 mənfi 2. Bu da 1 bölünsün deməkdir. Mənfi 1 bölək deməkdir. 5-də 2, yəni 25-də 1 E variantı olacaq. Baxırıq. Yenə bu 2 üstü üstlər vurulmalıdır. Bu düsturdur. A kvadratı çıxaq B kvadratı. 3 müxtəsər olmanın 3-cü düsturu. Olacaq çıxmaya əsasən. Kökdə 3-ün kvadratı 3. Kökdə 2-nin kvadratı 2. 3 çıxılsın 2. 2 üstü 1. Yəni eləcə 2 deməkdir. Yəni D variantı. Baxırıq 21-ci suala. Deməli 21-ci sualda nə edə bilərik? Gəlin kökdə yazaq. 2-ni də yazaq. Kökdə 2-ni də yazaq. 0,5 bizdə nə deməkdir? 2-də 1 deməkdir. Düzdür. Bu da kökdədir. Yəni kökdə 1 bölünsün 2. Ya da mən istəsəm hətta bunu 1 bölünsün kökdə 2 yazaram. Bərabərdir. Bütöv kökü çəkirəm. 2-ni çəkirəm. Kökdə 2-ni çəkirəm. Məxrəc tərsinə çevrilir. Olur kökdə 2 bölünsün 1. Bərabərdir. Kökdə 2-ni kökdə 2-yə vuranda 2. 2-ni 2-yə vuranda 4. Və buradan da cavab alınır 2. 22-ci sualda 21-in bənzəridir. Deməli, 0,2 bizdə 5-də 1 deməkdir. 10-da 2 ixtisar gedir olur 5-də 1. Yazıram 5 vurulsun kök altında 5. Özdə bu da kökdədir. Yəni 1 bölünsün kökdə 5. Bərabərdir kök altında 5 vurulsun kök altında 5. Bizdə məxrəc tərsinə çevrilir. Olur kökdə 5 bölünsün 1. Kökdə 5-i kökdə 5-ə vuranda 5. 5-i də 5-ə vuranda 25. Bu da 5 demək. -23-cü suala baxırıq. Hamısı -7-dir. Saxlayıram -7. Yazıram. Sürətlər toplanır. Toplananda üstlər 3n plus 2, 2n plus 1 nə verir? Olur 5n üstə gələ 3. Sonrasında bəs bu sürətlər toplayanda nə olur? 1 çıx n üstə gələ 6n. Bu da 1 üstə gələ mənfi n ilə 6n 5n deməkdir. Kəsr xətti bölməyə görə nə olmalıdır? Çıxılmalıdır. -7, 5n'lər gedir. 3-dən də 1 çıxanda olur ki, -7'nin kvadratı deməkdir. 49 deməkdir. 27-də A da müsbətdir, B də müsbətdir. Bu olmalıdır. M bölünsün M. Bu doğrudur. O birisi ayırıb C variantında MM yazmaq olar. Bu da doğrudur. Doğruları ataq. E variantı səhvdir. Çünki üst-üstə dərəcələr, üst-üstə qüvvətlər vurulmalıydı bu. Ona görə E variantı doğru deyil. Bunu ayırıb yazıb doğrudur. Bunu da belə yazıb. Bu da doğrudur. Yəni M içəri nüfuz edir. Sonra A variantı doğru deyil. Elə cavab A'dır. Çünki ayırıb yazmaq olmaz dərəcəni. N'lər gedir qalır A doğrudur. N bölünsün N doğrudur. N'lər gedir doğrudur. N'lər gedir D da doğrudur. 26-da x 0-dan 1 arasındadır. Yəni kəsirdir. Hansının qiyməti ən kiçikdir. Nə yaza bilərik? İndi gəlin belə bir şeylə. Həm 5-ə, həm 3-ə yazaq. 2 götürsək. 2 üstü 5, 2 üstü 3. Mən belə bir şey yazıram. 1 bölünsün 2 üstü 15 yazıram. İndi deyəcəm. Biraz ədəd böyük gələ bilər, amma qəşəng olacaq. Üstü 3. Belə deyək də. Belə yazdım.
Karışdırdım özümdə. 1 bölünsün 2 üstü 15. Bunun kubu ixtisar gedir. Yox, ixtisar getmir, vurulur. Olur 1 bölünsün 2 üstü 45. Deməli, üstündən yazsaq, deməli 1 bölünsün 2 üstü 15 deməkdir. Yaxşı görünmür bundan. 1 bölünsün 2 üstü vurulur olur 45. İkinci dərəcəyə salanda, ikinci dərəcə mən unutmuşam. Gəlin bunu 30 götürək. Vurulur olur 90. 90. İkinci dərəcədən kökə salanda, ixtisar gedir. Olur 1 bölünsün 2 üstü 15. Eləcə özü 1 bölünsün 2 üstü 30'dur. 5-ci dərəcəyə salanda ixtisar gedir olur 1 bölünsün 2 üstü 6. 3-cü dərəcəyə salanda ixtisar gedir olur 1 bölünsün 2 üstü 10. İndi bir böləkdə hansının məxrəci böyük olsa o kiçikdir. İndi bizə deyir ki, ən kiçiyi soruşur. Məxrəci ən böyük olan, yəni A variantı. M7-ci sual. Bu tipli suallarda əvvəldə buna bənzərini izah eləmişdim. Üstlərinə baxırıq. Yəni A-nın üstündə, birinci A-nın üstündə bir dənə 5-ci dərəcədən çətir var, eləcə 2 var. Ona görə A-nın üstündə olur 2 bölünsün 5. Vurulsun A-nın üstündə. Bu A-nın üstü 1'dir, 1 bölünsün. Bunda 2 dənə çətir var. 1 2'dir, 1 də 5'dir. Yəni 1 bölünsün 10 olur. Sonra digərində, o da A-nın üstündə -1,5. Bunda şey yazıram. Elə qalsın -1,5 bərabərdir. A-nın üstündə -1,5. O da A-nın üstündə üstlər toplanır. Olur 10'u 5'e bölürəm. 10'da 4. 1, 10'da 5 nə deməkdir? 0,5 deməkdir. 0,5 bölündüyü üçün üstlər çıxılmalıdır. Yəni olacaq 0,5 çıxılsın -1,5. 2 dənə çıxma toplanır. 0,5 ilə 1,5 toplanır. Olur A-nın üstündə 2. Sonra baxırıq digərinə. Baxırıq 28-ci suala. Deməli, A-lara tək-tək baxacağıq. Birinci A-ya baxıram. Üstü 3'dür. A. Üstü 3'dür. Dərəcəsi isə 6'dır. Olur 3 bölünsün 6. Vurulsun. Sonra keçirəm o birisi A-ya baxıram. O birisi A-da isə üstü 1'dir. O birisi A-da 1'dir. Bir kök burada var, bir kök də burada. 2-ci dərəcə və 6-cı dərəcə. Olur 1 bölünsün 12. 2 vur 6, 12 şəklində yazılır. Aşağıda da 0,125, %25, 4'də 1 deməkdir. Bərabərdir. A, deməli 6'da 3, bu da A üstüdür. Vurulduqda üstlər toplanır. Üstə gələk 12'də 1. Məxrəc bölünsün olduğu üçün olur çıxılsın 4'də 1. A-nın üstündə. Ortaq məxrəc 12. 12'ni 6'ya bölürəm 2. 12'ni 12'ya bölürəm 1. 12'ni 4'ə bölürəm 3. 6 üstə gələk 1, çıxaq 3. 6 üstə gələk 1, çıxaq 3 bərabərdir. A-nın üstündə 12, 7 çıxılsın 3 olur 4. A-nın üstündə ixtisar gedir. Bu da olur 3'də 1, yəni A variantı. Baxırıq 29-cu və 30-cu suallara. En tipdə suallar olduğu üçün belə bir yerdə səsləndirdim. Deməli 8 kök altında 16. Əgər gəlin belə bir şeyə baxaq. Bax, kök altında 4-cü dərəcədən 4'ü yazıram 2 üstü 2 üstə gəlir. Kök altında 6-cı dərəcədən bunu da yazıram 8'i yazıram 2 üstü 3 çıxılsın. Kök altında 8-ci dərəcədən 16'nı da yazıram 2 üstü 4. Diqqət edin, burada ixtisar gedir qalır 2. 3 ilə 6 ixtisar gedir qalır 2. Bu da ixtisar gedir qalır 2. Bu da ixtisar gedir qalır 2. Yəni qalır
Yəni qalır kök altında 2, üstə gəlir kök altında 2, çıxılsın kök altında 2. İkinci dərəcə qalanda yazmırdıq da. Kökdə 2-lər gedir, qalır eləcə kökdə 2. 30-cu sual. Baxıram 4-cü dərəcədən. 4-cü dərəcədən 9-u yazıram. 3 üstü 2 çıxılsın. 6-cı dərəcədən 27-ni yazıram. 3 üstü 3. Üstə gəlir 8-ci dərəcədən 81-i də yazıram. 3 üstü 4. Yenə eyni qayda. İxtisar gedir. Səhv yazdım. Bura 4 idi. Qalır 2. Yəni kökdə 2 çıxılsın. 3. Kökdə 3. İxtisar gedir. İkinci dərəcədən 3. Yəni kökdə 3. Üstə gəlir. Bu da ixtisar gedir. Olur. Kök altında 3. Kökdə 3-lər getdi. Qalır bizdə sadəcə eləcə bir dənə kökdə 3. 31-ci sual. Hansı ifadənin mənası yoxdur? Diqqət eləsə, üst tək dərəcə olduqda içəridə mənfi ola bilər. Bunun mənası var. Sonrasında bax, üst cüt dərəcə olduqda içəridə mənfi olmaz. Mənfi 3-ün kubu nə eləyir? 6-cı dərəcədən mənfi 3-ün kubu mənfi 27 eləyir. Axı demişdik 6-cı dərəcə cüt dərəcə olanda içəridə mənfi olmaz. Ona görə B variantının mənası yoxdur. 32-ci sual. Burada var mənası tək dərəcədir, problem yoxdur. Tək dərəcədir, problem yoxdur. Burada cüt dərəcədir, amma bu mənfinin üstündəki kvadrat aparır. Bunun mənası var. Baxırıq 32-ci sualı sadələşdirməyə. 4,9. Mən bunu bir dəfəlik yazıram. Mən bunu yaza bilmədim. Düzəldim bir dəqiqə. Deməli, mən bunu bir dəfəlik yazıram. 10-da 49 vurulsun. A üstü mənfi 9. Bax, burada A üstü mənfi 9. Üst mənfi qalır yerində. Vurulsun mənfi. A üstü mənfi 9-u saxlayıram, yazıram. Mənfi 9. Sonra B üstü 11-i də saxlayıram. Vurulsun. Deməli, köklə kvadrat gedir. Olur 49-da 10. Sonrasında bu kvadrat kökə görə gedir. O birisindən təzədən baxırıq. A üstü 4, A üstü 2 vurulur, olur. A üstü 8. B üstü mənfi 5, B üstü 2. Bu da vurulur, olur. B üstü mənfi 10. Deməli, 10-lar gedir, 49-lar gedir, qalır 1. Mənfi A üstü mənfi 9-la A üstü 8. Mənfi 9 plus 8 üstlər toplanır, verir mənfi 1. Sonra B, burada da 11 çıxılsın 10, bu da olur 1. Mənfi kəsir xətti. Üstü mənfi 1 olduğu üçün düşür məxrəcə. B də eləcə qalır yuxarıda, olur A variantı. Baxırıq 33-cü suala. 33-cü sualda bizdə deməli 5,3-ü mən bir dəfəlik 5,3, yəni 10-da 53 yazıram. A üstü 7. Bizdə baxın mənfi üstü tək dərəcə 13 olduğu üçün mənfi qalır. Mənfi qalır və B-nin üstündəki mənfi 13 də qalır. Vurulsun. Köklə kvadrat gedir, qalır eləcə 53-də 10. 53-də 10. Sonra A-nın üstündə mənfi 3 ilə 2 vurulur, olur mənfi 6. B-nin üstündə 6 ilə 2 vurulur, olur 12 bərabərdir. Mənfi qalır, onlar gedir, 53-lər gedir. A üstü 7, A üstü mənfi 6. Vurulanda üstlər toplanır, olur 7 plus mənfi 6 çıxılır 1. B-nin üstündə mənfi 13 ilə 12 toplanır. Biri mənfi minus'a çıxılır. Bu da mənfi 1. Mənfi A qalır. B isə düşür məxrəcə, olur mənfi A bölünsün. 34-cü sual. 34-cü sual. Birinci bu hissəyə diqqət edin. Ədədin üstündə nə olur olsun? Əgər üstündə 0 varsa bu 1-dir. Yazırıq 1. Çıxılsın. 2 üstü mənfi 2-ni yazıram. 2 üstü mənfi 2 vurulsun. 64, 2 üstü 6 deməkdir. Üstündə də elə 3-də 2-si var. Sonra çıxılsın. 8-i 2 üstü 3 yazıram. 2 üstü 3. Mənfi 1 tam 3-də 1-i də yazıram. Mənfi 3-də 4. 1-i 3-ə vururam. 3. Üstünə 1 gəlirəm. 4. 32-ni də 2 üstü 5 yazıram. Üstə gələk. 0 tam 1000-də 1.
Deməli, bir dənə aşağıda baxaq. 1000-də 1. 1000-də 1 nədir? 1000-də 1 10-da 1-in kubudur. 10-da 1-in kubu. Onda bunu da yazarıq, bilərik ki, 10-da 1-in kubu üstündə də -3-də 1 bərabərdir. Baxaq. Baxaq. Yenə 1 çıxaq. Deməli, bu hissədə 6-nı 3-də 2-yə vuranda ixtisar gedir. Qalır 2. 2 üstü 4. Yəni olur 2 üstü -2 vurulsun 2 üstü 4 çıxılsın. Sonrasında 3-lər gedir. Qalır 2 üstü -4 vurulsun 2 üstü 5'i yazdım olduğu kimi. Üstə gələk. 3-lər gedir. Qalır 10-da 1'in üstündə eləcə -1 bərabərdir. 1 çıxılsın. Deməli, vurulduqda üstlər toplanır, qalır 2 üstü 2 çıxılsın. Yenə vurulduqda üstlər toplanır, -4 ilə 5 toplanır, olur 2-də 1. 10-da 1'in üstündə -1, 1 də 10 tərsinə çevirir, eləcə 10 deməkdir. İndi deməli 1, 2 üstü 2, 4, 2 üstə gələ 10 bərabərdir. 1 ilə 10 toplanır, 11. 11-dən də 6 çıxırıq, verir 5, yəni B variantı. Baxaq 35-ci suala. 35-də də hamısını üçlüklərə gətirəcəyik. Üçlüklərlə yazacağıq. İndi mən bunu qaldırım yuxarı. Başlayaq üçlüklərlə yazmağa. Yəni əsas 3 olan qüvvə şəklində yazırıq. 81 3 üstü 4'tür. 81 3 üstü 4'tür. Üstündə 4'dən 3'ünü yazıram. Vurulsun. Arxasıca 3 üstü -2 çıxılsın. 27. 27 3 üstü 3'tür. -1,3'də 1 var. O da 3'də 4 deməkdir. Vurulsun. 81'i yenə 3 üstü 4 yazıram. Çıxılsın. 16 üstündə nə olur olsun? Bu 1 deməkdir. 1 üstə gələk. 0 tam. Bu 1000-də 8'dir. 1000-də 8. 1000-də 8 də 10'da 2'nin kubu deməkdir. 10'da 2'nin kubu. Üstündə də var -3'də 1 bərabərdir. İndi burada deməli 4 ilə 4 gedir. Qalır 3 üstü 3. 3 üstü 3 vurulsun. 3 üstü -2'ni yazıram. Çıxılsın. 3 ilə 3 gedir. Qalır 3 üstü -4 vurulsun. 3 üstü 4'ü yazıram. Çıxılsın 1 üstə gələk. 3'lər gedir. Qalır 10'da 2'nin üstündə 10'da 2'nin üstündə -1 yazaq elə 10'da 2'nin üstündə. 10'da 2'nin üstündə -1 bərabərdir. Vurulduqda üstlər toplanır, qalır 3 çıxılsın. Vurulduqda üstlər toplanır, 3 üstü 0 qalır. Bu da 1 deməkdir. Çıxılsın 1. Bu 1'i də köçürdüm. 10'da 2'nin üstündə -1 2 də 10 deməkdir. 2 də 10 deməkdir. Bu da 10/2, yəni 5 deməkdir. 3 çıx 1 çıx 1. Üstünə də 5 gələndə cavab verir 6. 36. 36'da bayaq yuxarıda var idi 36'da. Bax, əgər diqqət edin, əgər ədəd kəsr ədəddirsə, məsələn 2-də 1-dirsə, elə bir dənəsinə baxaq, bir kubuna baxaq. 8'də 1'in. Bir kubuna baxaq. 8'də 1'in kubu 64, 8, 512'də 1 edir. Bir də baxaq 8'də 1'in 3-cü dərəcəsinə, misal üçün. Bu da 2'də 1 edir. Hansı böyükdür? Bəli, 2'də 1 böyükdür. Deməli, kökdə olub, dərəcəsi böyük olan böyük olur. Kökdə olub, dərəcəsi böyük olan, bunlar heç kökdə olmalıdır və dərəcəsi böyük olmalıdır ki, cavab da böyük olsun. O da olur E variantı. Deyir ki, ən böyük ədədi göstərin. Yenə kəsr ədəddir. Belə deyək də, dərəcəsi böyük olan. Dərəcə hansıdır? 4-cü dərəcə, 6-cı dərəcə, 5-ci dərəcə, 3-cü dərəcə, 7-ci dərəcə. Hansının dərəcəsi ən böyükdürsə, həmin ədəd böyükdür. Bunu sadə nümunə üzərindən baxsınız, ehtiyac yoxdur 0-16'dan cavab almağa, yəni nəsə eləməyə. Artan sırada düzün deyil bizə 2'də 1, 3'də 1. Mən bunun hamısının üstünü eyni dərəcəyə gətirirəm. Deməli, nə edirəm? İçəri, bax, bu 2'də 1'dir də, düzdür. Üstündə də 2'də 1 var. Çölü 3'də 1 gətirirəm, içəri 3 verirəm.
Yenə istəsəm bu 3 ilə 3də 1-i vurub aparıb 2də 1-i saxlaya bilərəm də, düzdür? 2də 1-in kubu bizə verir 8də 1, üstündə olur 6da 1. Deməli, bu olur 8də 1, üstündə olur 6da 1. Digərinə baxaq. Deməli, 3də 1-i saxlayıram, üstündə də 3də 1 var. Neynirəm? Buna 2də 1 verirəm, içəri 2 verirəm. Yenə istəsəm bu 2 ilə 2də 1-i aparıb, eləcə 3də 1-i saxlayaram. İndi 3də 1-in kvadratı verir 9da 1, üstü olur 6da 1. Deməli, bu da olur 9da 1-in üstündə 6da 1. Burada neyinirik? Burada da var necə ki 2də 1 üstü 8də 1-in üstü 6da 1 deməkdir. 3də 1 üstü 1 9da 1-in üstündə 6da 1 deməkdir. Bunların ikisinin hasili də elə bu 2 dənənin hasil olacaq. Olacaq 8də 1 vurulsun 9da 1-in üstündə 6da 1. Vuranda eləyir o da 72də 1-in üstündə 6da 1. Deməli, üçüncü də olacaq 72də 1-in üstündə 6da 1. İndi bunun hamısının üstü 6da 1-dir. 6da 1, 6da 1, 6da 1. Biri 72də 1-dir, biri 9da 1-dir, biri 8də 1-dir. Bizə deyir ki, artan sırada yaz. Yəni, birinci yazmalıyıq ən kiçiyi. Ən kiçik olacaq C, sonra yazmalıyıq ortancılı B. Ən böyüyü də məxrəci ən kiçik olandır. Bu da olacaq B. Artan sıra deyir. Bir də oxuyaq. Azalan sıra dediyi üçün ABC şəklində olacaq. Mən artan yazmışdım. ABC. İndi baxaq. Yenə bayaqki kimi. Nə oldu? 39-a baxaq. Deməli, hamısını yazacağıq belə. Bu, bir də bu. 4də 1, 4də 1. Mən deməli 4də 1-i saxlayıram. Üstündə 4də 1-ini saxlayıram. Mən bunu 12də 1-ə gətirmək istəyirəm. Ona görə 3də 1-ə vurub içərini 3-ə vururam. 4də 1-in kubu eləyir 64də 1, üstü olur 12də 1. Deməli, birinci olur 64də 1, üstü olur 12də 1. Sonra ikinci, deməli, üstünə 4 gətirib 4də 1-ə vuracam. 3də 1 üstü 4 eləyir 81də 1, üstü olur yenə 12də 1. O birisində isə, baxın, bu 2 dənə hasildir. 4də 1, 4də 1, 3də 1, 3də 1 hasili. Deməli, elə mən bunu vurub C-ni ala bilərəm. Vuranda da olur 1 bölünsün, 64 vurulsun 81. Kimdə oturub 10 vuran? O da eləyir 12də 1, üstləri 12də 1-dir də. Artan sırada deyir. Ən kiçiyi məxrəci böyük olandır, yəni C-dir. Sonra ondan biraz məxrəci kiçik olan 81 var B və məxrəci ən kiçik olan da elə ən böyükdür. Bu da olur CBA. 40 və 41. Bizə deyir ki, 40 ilə 41-də ABC deyir mənfidir. A deyir mənfidir. Mən cüt dərəcədən çıxardanda, bax, 6-da 2, modulda 6 A çıxartmalıyam. Üstə gəl. Tək dərəcədən çıxanda eləcə A çıxardıram. Yenə cüt dərəcədə üstü 2-də, axı, bunu da modulda A kimi yazmalıyam. Bərabərdir. Bizə də elə şərtdə deyir ki, A mənfidir, mənfidir, mənfidir. Burada fərqi yoxdur. Mənfi olduğu üçün yazıram mənfi 2A, üstə gələ A. Deməli, çıxılsın, mənfi olduğu üçün bunda mənfi A yazıram. Bərabərdir, bərabərdir. Mənfi 2A ilə A eləyir mənfi A. 2 dənə mənfili A olur müsbət A və cavab da alınır 0. 41-ci sual. 41-ci sualda yenə cüt dərəcədirsə modulda çıxartmalıyam. Tək dərəcədirsə olduğu kimi çıxartmalıyam. Yazıram. Cüt A-sı mənfidir, düzdür? 2 cüt dərəcədir də modulda A yazıram. Bax, dərəcəsi cütdür. 7-lər gedir, qalır eləcə A çıxılsın. Bu da cüt dərəcədir, bu da modulda A yazmalıyam. Bunun da A-sı mənfidir. A-sı mənfidir, mənfidir. Mənfi olduqda yazırıq mənfi 2A, üstə gələ A çıxılsın. Bu da mənfi olduğu üçün mənfili çıxır moduldan. Bərabərdir. Mənfi 2A ilə A eləyir mənfi A. 2 mənfili A olur müsbət A. Və islah olunur, cavab da alınır 0. Baxırıq 42-ci suala. 42-ci sualda 3-cü dərəcə 1 idi, 4-cü dərəcə də 1, 12-ci dərəcə bu. 12-ci dərəcəni saxlayaq, A bərabərdir. 3-cü dərəcə olanı var, ha. Elə bir ki, bu 3-cü dərəcədən 4-dür.
Bunu 12-ci dərəcəyə gətirmək üçün mən üstlərin, qüvvətlərin 4 eləməliyim. Yəni, qüvvətə də 4 verməliyim, dərəcəyə də. İstəsəm sonra bunu ixtisar eləyərəm. Amma eləyəndən sonra niyə ixtisar eləyim? 12, 4 üstü 4, 16, 256 verir bizə. Sonra B-də isə 6 4-cü dərəcədən mən bunu 12-yə gətirməli üçün dərəcəyə də 3, qüvvətə də 3 verməliyəm. Yenə 12-ci dərəcədən 6 üstü 3, 36, 6 verir 216. C-də də bərabər olur 12-ci dərəcədən 280. İndi bizə deyir ki, müqayisə edin. Dərəcələr eynidir. Böyük olan böyük olacaq. Ən böyüyü C olacaq. Birinci kiçikdən başlamaq lazımdır. Ən böyüyü B olacaq. Sonra A olacaq. Ən böyüyü də C olacaq. B kiçikdir, A kiçikdir, C, D variantı. 43-cü sualda. Yenə dərəcəni 15-ə gətirməliyəm. Eyni dərəcəyə gətirməliyəm. 5-dir, 3-dür, 15-dir. Deməli, 5-ci dərəcədən 6 gətirməliyəm. Ona görə bunda 3 eləyirəm, bunda 3 eləyirəm. Olur 15-ci dərəcədən 216. B də bərabərdir. B-də isə 3-cü dərəcədən 3-dür. Buna da 5 verməliyəm ki, 15 yaransın. Burada 15 verirəm, qüvvətə də 15 verirəm. Bu da olur 15-ci dərəcədən 9, 9, 81, 3, 243. C-də isə 15-ci dərəcədən 250-dir. Deməli, yenə müqayisə edindir. Ən kiçiyi dərəcələr eynidir. İkisindədir. Ən kiçiyi 216, sonrasında 243, sonrasında isə 250 olacaq. A kiçikdir, B kiçikdir, C olur D variantı. 44-cü sualda. 44-də də mən bilən 45 də bunun kimidir. Dedik ki, bayaqdan, dünəndən, o gündən deyirik ki, mütləq nə olmalıdır? Mütləq nə olmalıdır? Deməli, cüt dərəcədə, ikinci dərəcədə modulda çıxmalıdır. Cüt dərəcədə alınır, modulda A çıxılsın. Tək dərəcədir, eləcə A. Üstə gəlir. Cüt dərəcədir, modulda A. Çıxılsın tək dərəcədə eləcə A, nöqtə, nöqtə, nöqtə. Yenə tək dərəcədir eləcə A. Səhv yazdım, bura çıxma olmalıydı. Deməli, bura çıxmayalım. Axırıncı cüt dərəcə, bu da A. İndi diqqət edin. A sıfırdan kiçikdir, düzdür? A sıfırdan kiçikdir. Mənfidir, mənfidir. Modulların hamısı mənfi olacaq. Modulda mənfi verir mənfi A, çıxılsın A. Bura verir mənfi A, arxasıca çıxılsın A. Üstə gəlir nöqtə, 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 çıxılsın A və burada verir mənfi A. İndi burada ancaq mənfi A'lar yarandı, düzdür? Burada mənfi A olacaq. Ancaq mənfi A'lar yarandı. Neçə dənə yarandı? 1-dən, 2-dən başlayırdı 100-ə qədər. 2-dən başlayırdı 100-ə qədər. İkinci dərəcədən 100-cü dərəcəyə qədər neçə dənə var? 99 dənə ədəd var. Yəni olacaq mənfi 99. Çaşdırmaq üçün 100-ü verib. 100 yoxdur. Sonra 45-ci sualda. 45 bunun kimi deyilmiş. Mən elə biləm ki, ardıca bunun kimi də gəlir. Deməli, 45-ci sualda müqayisə üçün A-nı bizdən soruşdu. Eyni dərəcəyə gətirməliyik. Baxın, kök altında 3-cü dərəcədən 2 kiçikdir 6-cı dərəcədən A kiçikdir eləcə 3. İndi bizdə bura ikinci dərəcədə. Mən deməli 2 verib, üstünə də 2 verirəm. 3 verib, üstünə də 3 verirəm. Olur 6-cı dərəcədən 4, 6-cı dərəcədən A və 6-cı dərəcədən 27. Deməli, A-nın özü nədir? 4 ilə 27 arasındadır. 46-cı sual. Deməli, 46-da ifadələrinin mənası varsa, A-nın ala biləcəyi tam qiymətlərin cəmini tapın deyir bizə. A çıxaq 2, 7 çıxılsın A. Baxdım, istədim ki, videonu dayandırım. Dedim, yox, az qalıb onsuz da. Tam bitirək, sonra qalanını başqa videoda izah edərik. Üstü baxın rasional qüvvətdir, düzdür. Üstü rasional qüvvət olduqda içəri mənfi olmaz. Yəni
A çıxılsın 2 sıfırdan böyük olmalıdır ki, mənası olsun və 7 çıxılsın A sıfırdan böyük olmalıdır ki, mənası olsun. O zaman A böyükdür 2-dən, A keçir sağa. Burada da A 7-dən kiçik. Deməli, 2-dən böyük, 7-dən kiçik olmalıdır. Ala biləcək qiymətlərin cəmi olacaq 3, 4, 5, 6, 10, 8 olacaq. Baxırıq 47-ci suala. 47-ci sualda görək nə etmək olar. 7 çıxaq kök altı 3, 7. İçəriyə baxın, 7 plus 4 kök altı 3. Bax, 7-ni saxlayıram, plus 4 kök altı 3 ayırıram. 2 misli 2 və kök altında 3. Əgər mən bunu A, bunu B götürsəm, o zaman A-nın kvadratı 4, kökdə 3-ün kvadratı da 3, elə 7-ni verir, düzdür? Deməli, bu 7-ni ayırsam, olacaq 2-nin kvadratı, üstə gələk, 2 misli 2 vuraq kök altında 3 və üstə gələk də kökdə 3-ün kvadratı. Bu ilə bu düsturdur. Deməli, yaza bilərik ki, bax, böyük kök çəkirəm. 2, ora yox, burada 2, bura olsun, yenə kök altında. Bu dedik ki, nədir? 2 plus kökdə 3-ün kvadratıdır. Deməli, olacaq 2 plus kök altında 3-ün kvadratı. Bu tərəfdə də üstə gələk 7 çıxılsın kök altında 3. Bizdə köklə kvadrat gedir. Bu təzə döyürük ki. Təzə. Mayda almışdıq bunu. Təzə martda işlətmiş. Bizi də işlətmişik. Biz Bir yer taparıq da onlara. İndi 7 çıxaq kök altında 3. Bizdə indi bu dəfə yenə qalır. Nə qalır? Deməli olur kök altında vurulur içəri 2, 4 plus 2 kök altında 3. Mən bunu da ayıra bilərəm. Necə ayıraram? Bərabərdir kök altında. Deməli 4-ü ayıraram. 2 kökdə 3-ü ayıraram. 2 vurulsun, 1 vurulsun kök altında 3 kimi. A bu olsun, B bu olsun. Və bunu da belə ayıraram. Yəni 1-in kvadratı üstə gələk kök altında 3-ün kvadratı verir 4. A-nın kvadratı, B-nin kvadratı 2AB. Deməli, bunun da açılışı bizə verəcək. Kök altında 3 üstə gələk 1-in kvadratı kök altında. Getdi bu da. Qalır eləcə belə. Deməli, burada qalır. Növbətin daha sərgəli yazacağım. Burada qalır belə. Kök altında 3, üstə gələk 1, üstə gələk 7 çıxılsın. Kök altında 3. Kökdə 3-lər getdi. 1 ilə çıxılsın 1 idi deyəsən burada. Yox, plus 1 idi. 1 ilə də 7 toplanır. Elə cavab olur 8. Qarışıqdırsa, sizə qarışıq gəlirsə, nəsə başa düşmüsünüzsə, amma yəni tam əmin deyilsinizsə, neyin? İzaha bir də baxın. Sonra başlayın özünüzü sərbəst işləməyə. Görün, işləyə bilirsə, deməli, zamanla bu sizdə tam oturuşacaq. Baxaq, bura. İfadəsinin deyir, qiymətini tapın. Bunun ən yaxşı yolu bilirsiniz nədir? Bir A-ya bərabər eləyib kubun yazmaq. Yəni, nə etmək? 3-cü dərəcədən 2 plus kök altında 5 plus, düz yazdım. Burada da 3-cü dərəcədən 2 minus kök altında 5. Burada da 3-cü dərəcədən kök altında 3-cü dərəcədən 2 minus kök altında 5 bərabərdir. Bərabər eləyirəm bir dənə A-ya və hər tərəfin kubunu yazıram. A plus B-nin kubu necə açılırdı? A plus B-nin kubu açılırdı A-nın kubu. Üstə gələk 3AB A plus B şəklində. Belə. Sonra plus B-nin kubu. Bunu 3A kvadratı B 3AB kvadratı kimi də yazmaq olar. Belə də yaza bilərsiniz. Mən çox hallarda belə yazıram. Misalın şərtinin asılı olaraq. Deməli, birincinin kubu olacaq 2 plus kök altında 5. Üstə gələk, birincinin kubu yazdım. İkincinin kubu olacaq 2 minus kök altında 5. İkincinin kubunu da yazdım. Üstə gələk 3. Bunların ikisinin hasili
Deməli, 3-cü dərəcədən hasil olacaq belə 2 plus kök altında 5. Sonrasında da 2 minus kök altında 5. Belə. Və arxasıca da 3a-sı b-si, deməli 3a-sının b-sini yazdım. A plus b, yəni bu. Bir dəfə də yazıram bu. 3-cü dərəcədən 2 plus kök altında 5. Üstə gələk 3-cü dərəcədən 2 minus kök altında 5. Sonrasında kökdə 5'lər gedir. 2 ilə 2 toplanır, olur 4. Üstə gələk 3. Burada 2'nin kvadratı 4. Çıxılsın kökdə 5. 4 çıxılsın 2'nin kvadratı 4. Kökdə 5'in kvadratı 5. 4 çıxılsın 5. Mənfi 1. Kökdən 3-cü dərəcədən də çıxır. Bura olur mənfi 3. Yəni çıxılsın 3. İçəridə də olur 3-cü dərəcədən 2 plus kök altında 5 və üstə gələk 3-cü dərəcədən 2 minus kök altında 5 bərabərdir. Bu tərəfdə də a-nın kubu. Sonrasında 4 çıxılsın. Bu elə a deməkdir. 3a bərabərdir a-nın kubu. Bizdən ifadənin qiymətini, a-nın qiymətini soruşur da, düzdür. İndi sonrasında nə etmək olar? Yazaq a-nın kubu üstə gələk 3a çıxılsın 4 bərabərdir 0. Burada 4'ün vuruqlarına baxırıq. 4'ün vuruqları nədir? Deməli 1'dir, 2'dir, sonra 4'dür ya da mənfi 1'dir, mənfi 2'dir, mənfi 4'dür. Görək hansı ödəyir? 1 ödəyirmi? Bəli, a bərabərdir 1 qiyməti ödəyir. Sonra 2 ödəyirmi? 8 plus 11, 2 ödəmir. 4 ödəyirmi? 64, üstə gələ 12 ödəmir. Mənfi 1 ödəyirmi? Mənfi 1 çıxılsın 3, çıxılsın 4 ödəmir. Mənfi 2 ödəyirmi? Mənfi 8 çıxılsın 6, çıxılsın 4 ödəmir. Mənfi 4 ödəyirmi? Mənfi 64 çıxılsın 12, çıxılsın 4, bu da ödəmir. Bizdə sadəcə ifadənin qiyməti bərabər olur 1'ə, doğru cavab olur C variantı. 3 dərəcəli tənliklərdir. Bunu 11-ci sinifdə keçmişsiniz. Üst dərəcəli tənliklərdə, yuxarı dərəcəli tənliklərdə sərbəst səddin vuruqlarına baxaraq biz ifadənin qiymətini tapıb təyin edə bilərik. Keçən sualda bunu işarətləyim. Şortlarda da izah etmək lazımdır. Baxaq digər suala. Baxaq görək nə verir bu bizə. Belə baxanda qarışıq görünə bilər. Bugün bir şagirdim bir dənə məsələ var, çox uzun bir şeydir. Baxdı məndən soruşdu, dedim ki, mən o sualın həllini bilmirəm də. Bəs özün bax ki, təəccüblə baxdı, dedim zarafat eləmə, yəni bilirəm. Təzə şagirdim idi. Dedim, yəni bilirəm, amma oxu da bir sözlərini oxumusan. Dedi, belə baxmışam. Sözləri çox uzun idi, oxumuyor. Faizdə bir sual idi. Oturdu oxudu, dedi, hə, bildim 3x 4x-nə yazır. Orada bir məsələ var, darı dənli bitkilər 1/3-ün 4 nisbətində əkilir. Belə bir şeydir. İndi burada yəni belə bir şeylə biraz qarışıq olacaq. Amma səbirlə yazaq. Necə qarışıq olacaq? Deməli 3 üstü 6-da 1-i, deməli 3-ün üstündə 6-da 1-i əvəz edək 1x-lə. O zaman kvadratı yüksəltsək, kuba yüksəltsək, 6 ilə 3 ixtisar gedər. 3'ün üstündə 2'də 1 də olar x-ın kubu. 3'ün üstündə 3'də 1 olması üçün 3 üstü 6'da 1 bir dənə x-dır. Burada da kvadratı yüksəltsək də ixtisar gedəcək. Olacaq 3'ün üstündə 3'də 1 də x-ın kvadratı. Deməli, 3 üstü 2'də 1'in yerinə yazacağım x-ın kubu. 3 üstü 6'da 1'in yerinə yazacağım x. 3 üstü 3'də 1. Bu da x-ın kvadratı. Üstə gələk 1 çıxılsın 1. O tərəfdə də 3 üstü 6'da 1, yəni x. Üstə gələk 1 çıxılsın 3 üstü 3'də 1, yəni x-ın kvadratı. X-ın kvadratı. Şurada bundan sonra yazmağa nə var deyin müəllim? Heç nə yoxdur. Yuxarıdan əgər x-i çıxarsaq buradan, x-i çıxarsaq olacaq x-ın kvadratı. Üstə gələk 1 yerinə yazdım. X-in kvadratı plus 1'lər getdi. Qalır burada eləcə x çıxılsın 1. Bu tərəfdə də x plus 1 çıxılsın x-in kvadratı. Birinci 2 dənə hasil bizə verir düstur. X-in kvadratı çıxılsın 1. O da x kvadratları gedir. Bərabər olur -1'ə. Yandırdım az qalsın.
50-ci sual. 50-ci sualda diqqət edin. Bax, bizdə 3 dənə kök verib. 3 dənə kökün cəmi 0-a bərabərdir. Və 3 dənə kökün hər birinin dərəcəsi cüt ədəddir. Baxın, biri 4-dür, biri 6-dır, biri də 2-dir. Dərəcəsi yazılmayıb, bunun da dərəcəsi 2-dir. Əgər cüt dərəcədirsə, deməli bizdə köklərdən müsbət ədəd alınacaq. Və müsbət ədəd alınırsa, deməli bu da müsbət toplanandır. O da müsbət toplanandır və bu da müsbət toplanandır. 3 dənə müsbət toplananın cəmi 0 o halda verər ki, onun hər biri ayrı-ayrılıqda 0-a bərabər olsun. Hər biri ayrı-ayrılıqda 0-a bərabər olsun. Yəni 3 z çıxılsın 9 bərabər olsun 0-a. 3 z bərabər olsun 9-a. Z də bərabər olsun 3-ə. Sonra digərində 2x üstə gələ 3z çıxılsın 11 bərabərdir 0. 2x z-in yerinə 3 qoyuram. 9 çıxılsın 11 olur -2. Burada da x bərabər olur 1-ə. Və 5y çıxılsın 7. Z-in yerinə yazıram 3. 3 və üstə gələ x-in yerinə də yazıram 1 və 5y -7 3 olur 21 üstünə 1 -20 sağa da keçir olur müsbət 20. Y də bərabər olur 20 bölü 5 yəni 4. Bizə deyir ki x-in, y-in və z-in üçünün qiymətini heç biri tutmadı. X, y, z. X-in, y-in, z-in cəmi 3, 1, 4-ün cəmi o da verəcək 8. 51. Deməli, demişdik ki, üstündə rasional üslü ifadədə əsas a kvadratı 7a çıxılsın 8 sıfırdan böyük olmalıdır. İndi baxaq, bunun kökləri nədir? Bunun kökləri. Onların ikisi qiymətinə baxa bilərdik. Deməli, ifadənin kökləri 8 ilə -1-dir. Toplayanda versin 7, vuranda versin -8. Mənfi sonsuzluqdan -1-ə, birləşmə 8-dən müsbət sonsuzluğa. Biz bu mənfi hissəni atırıq, o zaman ən kiçik natural qiyməti olur 9. Burada da baxaq. Deməli, yenə dedik a kvadratı plus 2a minus 15 rasional üslü qüvvəti 0-dan böyük olmalıdır. Kökləri olacaq -5 ilə 3. Toplayanda verir -2 və vuranda da eləyir -15. -5-dən 3 o deməkdir ki, mənfi sonsuzluqdan -5-ə və 3-dən müsbət sonsuzluğa olur. Bu hissəni atırıq, hansı ən kiçik qiymətində 4, ən kiçik qiymətində ifadənin mənası var. Burada 4 oldu. Orada nə oldu? 9 oldu. 53-cü sual. 53-cü sualda cüt dərəcədən kök çıxanda modulda çıxacaq. Qalanlarının olduğu kimi. Burada modulda çıxmalıdır. A çıxılsın 4 üstə gəlir. Tək dərəcədir. Eləcə 2A çıxılsın 1. Burada da yenə olmalıdır. Üstə gəlir 2 çıxılsın A. Bizə deyir ki, ifadəsini sadələşdirin. Baxaq. Ola bilər ki, məncə biz burada şərt verməliyik. Niyə şərt verməliyik? 3-dür bura. Ola bilər ki, A 3-dən böyük olar. 3-dən böyük olar. A 3-dən böyük olanda olur müsbət, olur mənfi. Yəni A çıxılsın 3, üstə gələ 2A çıxılsın 1, üstə gələ, bu da yerin dəyişir çıxır, A çıxılsın 2. A'lar toplanır olur 4A çıxılsın 3, 1, 6. Bu bizə heç nə vermir. Vermir heç nə. Sonrasında A-nı 2 ilə 3 arasında götürək. 2 ilə 3 arasında götürəndə, yəni 2,5 mənfi olur. 2,5 burada mənfi olur.
Onda burada da alınır. Mənfi olduğu üçün birinci yerin dəyişir. Olur 3 çıxılsın A, üstə gəlir 2A çıxılsın 1. Bu da yerin dəyişir. Olur A çıxılsın 2. A'lar gedir. Qalır 2A 0. Bu da bizə heç nə vermir. Üçüncü halda isə biz A'nı 2-dən kiçik götürək. 2'den kiçik götürək. 2'den kiçik götürdükdə, məsələn 1 götürdükdə burada mənfi verir, burada mənfi verir. 2'den kiçik götürəndə bura müsbət verir. Hər şey verir. Sonra yazıram. Deməli birinci mənfi olduğu üçün alınır 3 çıxılsın A, üstə gəlir 2A çıxılsın 1 yazıram. Bura müsbət olduğu üçün burada yazılır 2 çıxılsın A. A'lar gedir. 3 mənfi 1 2 5 çıxılsın 1 bərabər olur 4-ə. Digərini də siz yazın şərtlə. Mən pozana qədər siz başlayın. Videonu dayandırıb da davam edə bilərsiniz. Arxa fonda bilməm eşidirsiniz yoxsa yox. Mahsun Kamuzgil oxuyur. Deməli birincidə köklə kvadrat çıxır cüt dərəcə olduğu üçün A çıxılsın 4 olmalıdır. Üstə gəlir. Digərində olduğu kimi olmalıdır. 2A çıxılsın 5. Digərində də modulda 3 çıxılsın A olmalıdır. İndi bizdə deməli baxaq aralıqlara 3 ilə 4 arasında olanda heç nə verməyəcək. 4-dən böyük olanda, 4-dən böyük olanda da deməli A 4-dən böyük olanda da heç nə verməyəcək. Amma A 3-dən kiçik olanda verəcək. A 3-dən kiçik olanda məsələn 2 olanda bu mənfi olur, bu da müsbət olur. Yerin dəyişir mənfidir deyə çıxır 4 çıxaq A, üstə gəlir 2A çıxılsın 5. Bu da olur 3 çıxaq A. Mənfi A'lar 2A ilə gedir. 4 çıxaq 5 mənfi 1 üstünə də 3 bərabər olur 2. Ədədlərinin ədəd ortasını tap. Bu qəşəng sualdır. Bir dənə birinciyə baxaq. Deməli, bax 19 çıxaq 4 kök altında 15. 19 çıxaq. 4 kök altında 15'i 2 misli 2 kök altında 15 kimi ayırıram. İndi bax, bu A olsun, bu B olsun. Əgər A, B olarsa, A'nın kvadratı üstə gəlir kök altında 15'in kvadratı. Bizə nə verir? 4 plus 15, 19 verir. Deməli, yaza bilərəm ki, 19'u yazaram. A'nın kvadratı üstə gəlir B'nin kvadratı çıxılsın 2 misli A, B. İndi bax, bu A'dır və bu da B'dir. Bu da kök altında bizə düstur verir. Olur 2 çıxılsın kök altında 15'in kvadratı. Köklə kvadrat gedir. Bizdə də müsbət alınmalıdır deyə olur kökdə 15 çıxılsın 2. Deməli, elə birbaşa yazaram ki, bizdə birinci kök altında 15 çıxılsın 2'dir. O birisi də kök altında 15 üstə gəlir 2'dir. Bizə deyir ki, bunların ədəd ortası toplayıb 2'yə bölürəm. 2'lər gedir. Kökdə 15'lər toplayır. 2 dənə kökdə 15, 2'yə də bölünür. Alınır kök altında 15. Həndəsi ortası deyilmiş. Həndəsi orta deyəndə nə edirik? Həndəsi orta deyəndə deyirəm axı kök altında 15-i bəs necə kodlaşdırıq? Həndəsi orta deyəndə nə edirik? Vururuq kökdə bunu. Yəni kökün altında 15 çıxılsın 2'ni vururuq kök altında 15 üstə gəlir 2'yə. O da kökün altında 15'in kvadratı 15, 2'nin kvadratı 4 olur kök altında 11. Elə belə vursam bəs. 19'un kvadratı 381 çıxılsın. 16 vuraq 15, 16 vuraq 15. Deməli 160 üstə gəlir 281 edir bu. Deyəsən. 19, 19. 1, 9. Deməli olur 190 üstə gəlir.
Oturup vursam daha rahat olur. 9, 9'a 81, 8, 1, 9, 8, 17, 9, 1. 361 eləyir. 361. Burada da 16'nı da 15'e vuranda, bunu da oturaq vuraq. Deməli 5'i 6'ya vuranda 0, 3 yazda 80, 6, 1. Bu da eləyir 240. Alınır 121. 121'den de alınır 11. Burada həndəsi ortada 56-cı suala baxmamışdan öncə deyim. Həndəsi ortada 2 ədədin hasilinin kök 6-sı yazılmalıdır. Yəni 2 ədəd isə 2-ci dərəcədən, 3 ədəd isə 3-cü dərəcədən. Bizdə də misalda bir var misalın kökü, bir də var həndəsi ortanın kökü. Ona görə kök 11 qalır. Yəni məncə burada kök olmamalıdır ki, axırda nəticə 11 alınsın. Yaxşı. Yəni ikisi ilə yazanda da daha aydın görsənir də ki, hardadır problem. İndi baxacaq 56-cı sualda. Mən 56-cı sualı yazana qədər sizə deyim. 56-da yuxarıdan vuruq çıxarmaq lazımdır. Ya da ki, vuruq çıxarmazdan əlavə. Məsələn, 6 dənə A-nı toplayanda nə eləyir? 6 A eləyir də, düzdür? Bir də burada da 25 üstü 7 neçənədir? 1, 2, 3, 4, 5 dənə, düzdür? Deməli, 5-ci dərəcədən 5 dənə 25 üstü 7. Bu da kök altında 5-ci dərəcədən 5 üstü 1. 25 5 üstü 2'dir. Üstündə də 7 olur 5 üstü 14. O da olur kök altında 5-ci dərəcədən 5 üstü. Üstlər toplanır olur 15. Və ixtisar gedir. Qalır 5 üstü 3. Yəni 125. Yuxarı 125. Aşağı da bizdə düsturdur. Bax. A, B, A'nın kvadratı, AB və B'nin kvadratı kub düsturudur. Yəni bu da birincinin kubu çıxılsın ikincinin kubu düsturudur. Olur 6 çıxılsın 1, 5. Yuxarı 125 aşağı 5 böləndə də bərabər olur 25'e. Ə, 57-ci sual. 57-ci sualda da əvvəldə A-ları sadələşdirir deyə üstündə çətirlərə baxırdıq. O formada yazacaq. Yəni mənim izahıma baxmamısınızsa oradan baxın. İndi bax. 125 5'in üstündə 3'dür. Dərəcəsi də 4'dür. 3/4 yazıram. Sonrasında baxıram 25'ə. 25'in üstündə 2 dənə çətir var. Ondan əlavə 25 5'in üstündə 2'dir. 2 dənə çətir var. Biri 3-cü dərəcədəndir, biri də 4-cü dərəcədəndir. 3 4 hasil eləyir 12. Bunu belə yazdım. Sonra bölünsün ilə aşağıdan yazıram. Bölmə bir kökdədir də. Baxıram bura 25 6-cı dərəcədən. 25 5 üstü 2'dir. Bölünsün 6. Vur olsun. 5 üstü 3 bölünsün 6. Bölünsün 6. Bir də 5 üstü. Burada isə 5'in üstündə 2 dənə çətir var. 1 axırıncı 5'in üstündə 1 ikinci dərəcədən, bir də 6-cı dərəcədən. Bu da eləyir 1 bölünsün 2 6 12. 1 bölünsün 12. İndi yuxarı toplanır. Olur 5'in üstündə ortaq məxrəc 12 olması üçün 3'ə vurulmalıdır. Olur 12'də 11. Aşağı da 5'in üstündə ortaq məxrəc 12 olmalıdır. Ona görə buraları 2'yə vururuq. 4, 6, 10, o da 11 ilə ixtisar gedir. Nə gözəl cavab da qalır 1. Baxaq 58-ci suala. 58-ci sualda. Birinci baxırıq bura. 64 2 üstü 6'dır. Və bölünsün də 4 vur olsun. Sonra 16 2 üstü 4'dür. 16 2 üstü 4'dür. 16'ın üstünə bir 3-cü dərəcə var, bir də 4-cü dərəcə. 3 vur olsun. 3 4 olur 12. Sonra aşağıda yazıram. 2 üstü bu kökə baxıram. 16 2 üstü 4'dür. Dərəcəsi 6 vur olsun. 2 üstü. Sonra digər 4 üstü 3'dür. Dərəcəsi 6. Deməli 4. Hamısını 4 yaza bilərdim. 4 2 üstü 2'dir. Üstündə də 3 olur. 2 üstü 6.
Bu da olur 2 üstü 6 bölünsün 6 vurulsun yine 2 4. 2 üstü 2'dir. Gərək 4 yazardıq. 4 yazsaydıq daha yaxşı olardı. Misala tam baxmadım. Mən darıxdım. Dərəcəsi 1 2-dir, bir də 6-dır. Bu da eləyəcək 2 bölünsün 12 6 2 hasillər vurulur olur 12. İndi bərabərdir 2-nin üstündə ortaq məxrəc 12 olması üçün 3-ə vururam. Olur 12-də 18 üstə gələk 4, yəni 22. Bu da 2 üstü 12-də 2-yə vururam. 2-yə vururam. Deməli 12 üstə gələ 8 20, bu da 22. 2 üstə 12-də 22, 2 üstə 12-də 22 ixtisar gedir. Cavab da alınır 1. Baxırıq 59-cu suala. 59-da 4 çıxılsın kök altında 15 4 plus kök altında 15 3-cü dərəcədə 6-cı dərəcədə. Kökdə 3 kökdə 15. Neyniyək? Deməli biz 4 kök altında 15 kuba yüksəltsək 4 minus kök altında. Bir aya bərabər edib kuba yüksəldə bilərik. Bir bu. Sonra əlavəsində bir də əlavəsində qoşmasına vura bilərik. Qoşmasına necə vura bilərik? İkinci dərəcədən 6-cı dərəcədən. Yaxşı, gəlin belə bir şey yazaq. 59-da biraz da keçirdim. Dediyim kimi 2 yol var. Bir, qoşmasına vurmaq. Bir də bir ədədə bərabər eləyib dərəcəyə yüksəltmək. 6-cı dərəcəyə. Məsələn, gəlin 6-cı dərəcəyə bunu yüksəldək. Üstü 6 aya yazaq. Belə bir şey yazaq. Kəsr xətti çəkirəm. Bu ümumi bərabərdir a üstü 6. Yuxarını 6-cı dərəcəyə yüksəlsəm kök gedəcək. Olacaq 4 çıxılsın kök altında 15. Aşağını 6-cı dərəcəyə yüksəlsəm 2-ci dərəcədir. 6 qüvvətlə ixtisar gedir. Olur üstü 3. Sonra vurulsun. Digərində üzr istəyirəm. Digərində isə dərəcəsi 3-dür, üstü də 6-dır. İxtisar gedir. Bu da olur kök altında 4 plus kök altında 15. İxtisar getdi, oldu 2. Yuxarıdakı kök 4 plus kök altında 15-lə aşağıda 3 dənədir. Biri gedir, qalır 2 dənəsi. A üstü 6 bərabərdir. 1 bölünsün. İkisinin də üstü 2-dir. Belə yazıram da. İçləri vururam. 4 çıxılsın kök altı 15 ilə 4 plus kök altı 15-i vururam. Üstünə də 2 qoyuram. Olur 4-ün kvadratı 16, kök 15-in kvadratı 15. Verir 1. A üstü 6 bərabər olur 1-ə. Eləcə A da bərabər olur 1-ə. 60-cı sual. A üstü 4. Əgər burada A-ya bərabərsə, deməli bu modulda A çıxıbmış. 4-cü dərəcədən modulda A çıxır da bərabərdir. Modulda A çıxıb, cavab A alınıbsa, deməli A müsbətdir. Yəni olacaq C variantı. Digərində əgər A üstü tək dərəcədən mənfi A alınıbsa, burada ümumiyyətlə bax A üstü 3-cü dərəcədən əslində bizdə A alınmalı. Qabağına mənfi qoyub yazıbsa, bu yalnız 0 olduqda doğrudur. Yəni əslində dəyişə bilməz. Burada da A üstü 6-cı dərəcədən modulda A çıxmalıdır. Mənfi də alınıbsa, deməli ədəd özü mənfi imiş. Yəni mənfi sonsuzluq 0. Cavab D variantı. Burada A üstü 5 tək dərəcədən. Bizdə əgər tək dərəcədirsə, elə olduğu kimi alınmalıdır. Yəni A. Amma bizdə qabağına mənfi qoyub alıb. Ona görə bu yalnız 0 olduqda doğrudur. Sonra digərində. Bizdə yenə tək dərəcədir. Alıb eləcə A. Yəni A-nın istənilən qiymətində doğrudur. Tək dərəcədə doğrudur. Burada 4-cü dərəcədənsə modulda A çıxmalıdır. Əgər mənfi alıbsa, deməli mənfi sonsuzluqdan 0 olduqda doğrudur. Uyğunluğu müəyyən edin. X, Y-dən böyükdür. Bunları eyni dərəcədə yazaq.
Deməli, bax, eyni dərəcədə yazıram. 6-cı dərəcəyə gətirirəm. Bunda 2-yə vururam, bunda 2-yə vururam. Onda x bərabər olur 6-cı dərəcədən 2 üstü 2, 4. Bunda 3-ə vururam, bunda 3-ə vururam. Y bərabər olur 6-cı dərəcədən 3 üstü 3, 27. Hansı böyükdür? X kiçikdir y-dan. X y-dan kiçikdir. Bura uyğundur, 2-yə uyğundur A variantı. B-yə baxırıq. Deməli, 12-ci dərəcəyə gətirəcəm ikisini də. Bunu da 12-ci dərəcəyə gətirəcəm. 3-dür, 4-ə vurmalıyam. Olacaq 4 üstü 4, 16, 16, 256. Bu da 4-dür, 3-ə vurmalıyam. 27. X y-dan böyükdür. X y-dan böyükdür. Yəni, burada uyğun olacaq B variantı. Sonra baxaq C variantına. C variantında dərəcəni gətirirəm 4-ə. Dərəcəni 4-ə gətirmək, yəni bura 2-dir, olur 4. Bunun da üstünə 2 qoyuram, olur 25. İkisi də 4-cü dərəcədən 25 x y-a bərabərdir. Üçüncü də C-yə. 15-ci dərəcəyə gətirirəm. D variantında 15-ci dərəcə, 15-ci dərəcə. Deməli, 5-ə vurulur, üstü 5 olur. Olur 243. 243. Bunu da 3-ə vururam, 3-ə vururam. Olur 5 üstü 3, yəni 125. Burada da x y-dan böyükdür, yəni uyğun olacaq D variantı. Digərində 8-ci dərəcəyə gətirirəm. 2 üstü olur 8, vururam 2 üstü, üstündə 2. Olur ikisi də 8-ci dərəcədən 64, 64. Yəni x y-a bərabər olur. Bu da olur E variantı. 63 yazaq. Yazmayaq. 63 sənin olsun. 64. Deməli, 64-də nə istəyirsəm mənə deyərsən. Burada A çıxılsın 1-dir. Üstü rasional olduqda A çıxılsın 1 0-dan böyük olmalıdır. Yəni A da 1-dən böyük olmalıdır. Bir müsbət sonsuzluq C variantı olduqda mənası var. Və 1-dən böyükdür. Bir müsbət sonsuzluq ən kiçik tam qiyməti D-dir. Sonra digərində A minus 1 0-dan böyük olmalıdır. Burada üstü müsbət olduqda, olduqda 0 ola bilər. Ona görə bura E variantı uyğundur. E variantı. Bura D uyğun olacaq. Və A variantı burada da A-nın istənilən qiymətində mənası var. Deməli, mən nəyi səhv elədim? Deməli, üstü müsbət rasional olduqda daxil olur. Yəni, bir müsbət sonsuzluq olur. B variantı, bir ödəyir E variantı. Amma üstü mənfi rasional olduqda A eləcə 1-dən böyükdür. Yəni, C variantı və D variantı 2. Burada üstü rasionaldır, müsbət rasionaldır. A plus 2 böyük bərabərdir 0-dır. Yəni, A böyük bərabərdir, mənfi 2-dir. Mənfi 2 müsbət sonsuzluq E variantı və A-nın ən kiçik tam qiyməti mənfi 2-dir. Bu da A variantı. A plus 2 mənfi rasional olduqda 0-dan böyükdür. O zaman A mənfi 2-dən böyükdür. A mənfi 2-dən böyükdür. Yəni, D variantı və ən kiçik tam qiyməti mənfidir. C variantı. Üçüncü olduğu təqdirdə də A-nın bütün qiymətlərində mənası var. Burada deməli 2 çıxılsın kökdə 5. 4 cüt rasional olduğu üçün modulda yazılmalıdır. 2 çıxılsın kökdə 5 və bizdə də olmalıdır. Kökdə 5 çıxılsın 2. Kökdə 4-dür. Bu içəri mənfi olduğu üçün yerini dəyişib çıxardıram. Kökdə 5 çıxılsın ki, kökdə 5-dən alınır 2 tam nə qədərsə, 2 tam da çıxanda olur 0 tam nə qədərsə. Yəni nədir? 0 ilə 1 arasındadır. Ona görə C variantı. A-nın tam hissəsi 1-dir. A-nın tam hissəsi yox, heç biri deyil. Sonra digərində bu beləcə çıxır. Olur 2 çıxılsın kök altında 5. 2 çıxılsın kök altında 5. Bu da mənfi ədəddir. Yəni mənfi 1 ilə 0 arasındadır. Bayaqkının əksidir də. Sonra burada isə aşağını yuxarını vururam kökdə 12-yə. Vurum mu? Vurmayım. Gəlin belə bir şeylə. Yuxarıdan kökdə 3-ü vuruq çıxardaq. Onda olacaq 1 plus kök altında 5. Aşağıda da kök altında 12. İxtisar gedir. Aşağıda qalır kökdə 4. Bu da olur 1 plus kök altında 5 bölünsün 2. Təqribi baxsaq, bu 2 tam nə qədərsədir? Məsələn, 2 tam onda 3. Toplayanda 1 tamdan 3 tam onda 3. Ya 2 tam onda 4 yazaq. 3 tam onda 4. 2-yə də böləndə eləyir
1,7. 1,7 yəni 1A variantı və tam hissəsi də D variantı. Baxırıq burada. Gedir ilə köklər, dərəcə gedir, olur kökdə 7 çıxılsın 3. Kökdə 7-dən alınır 2 tam nə qədəsə, 3 də çıxanda olur mənfi 0 tam nə qədəsə. Olur mənfi 1 ilə 0 arasında. Yəni bura uyğun gəlir B variantı. Digərində isə modulda çıxır kökdə 7 çıxılsın 3. Lakin mənfi olduğu üçün elə 3 çıxılsın kökdə 7 kimi yazılır və bu da olur müsbət 0 tam nə qədəsə. Məsələn, çıxır buradan 2 tam onda 5. Bu da 0 tam onda 5 verir. Yəni 0 ilə 1 arasında olur. O da C variantı. Burada isə kökdə 7-ni vuruq çıxardıram. Olur 1 üstə gələk kök altında 5. Aşağıda kök altında 28. İxtisar gedir. Aşağıda qalır kökdə 4. Bu da bizdə 1 plus kök altında 5 bölünsün 2 deməkdir. 5-dən alınır məsələn 2,4. Toplayanda olur 3,4. 2-yə də böləndə 1,7. Tam hissəsi 1 ilə 2 arasındadır. E variantı tam hissəsi A-nın tam hissəsi 1-dir. Bu da D variantı. 1-ə B, 2-yə C, 3-ə də D, Y. Təmizliyə baxaq 68-ci suala. A mənfidir, B də müsbətdir. Birinci baxaq, birinci baxaq birinciyə, yəni bura, birincidə. Cüt dərəcə olduğu üçün yazırıq modulda A çıxılsın B. A çıxılsın B. Sonra burada eləcə tək dərəcədir, yazırıq eləcə 2B, üstə gələk. Bu da cüt dərəcədir, yazırıq modulda A. Deməli, A mənfidir. Məsələn, A mənfi 1-dir, B də 2-dir, düzdür? Deməli, mənfi 1 çıxılsın 2 verir mənfi. Deməli, modul mənfi olduğu üçün müsbətləşdirirəm, yerini dəyişirəm. 2B modul mənfi olduğu üçün çıxılsın A yazıram. B'lər toplanır, olur 3B çıxılsın, A'lar da toplanır 2A. 3B çıxılsın 2A, deməli 1-ə düz gəldi, D variantı. Baxırıq ikinciyə. İkincidə yenə cüt dərəcələri modulda çıxardacağıq. Tək dərəcələri olduğu kimi modulsuz çıxardacağıq. Deməli, tək dərəcədir. Yazıram eləcə A çıxılsın B. Sonra üstə gələk. Bu da cüt dərəcədir. Yazıram modulda 2B. Üstə gələk. O da tək dərəcədir. Yazıram A. Deməli, bizdə A mənfi idir. Qalır A çıxılsın B. B müsbət idir. Eləcə 2B üstə gələk A. A'lar toplanır 2A. Mənfi B ilə B də olur müsbət B. 2A plus B olur burada da A variantı. Baxırıq digərinə. Cüt dərəcədir. Yazırıq modulda B çıxılsın A. Üstə gələk. Tək dərəcədir. Yazırıq 2A üstə gələk. 32 2 üstü 5-dir. 5-ci dərəcədən alınır. Bu da cüt dərəcədir. Əslində ikinci dərəcədir. Yazırıq modulda 2B. Deməli, bizdə B2-dir, çıxılsın A, mənfi 1-dir. Bura olur müsbət, yazıram eləcə B çıxılsın A. 2A-nı olduğu kimi yazıram, B müsbətdir, bunu da olduğu kimi yazıram. Mənfi olsaydı yerini dəyişib çıxardacaqdım. B-lər toplanır 3B, mənfi A ilə 2A-da olur A. 3B üstə gəlir A, burada uyğun gəlir E variantı. %69'da. Bu dəfə B mənfi 1 olsun, mənfidir, A2 olsun. Bu modulda A çıxılsın, B alınır. Modulda A çıxılsın, B cüt dərəcədir. Çıxılsın, tək dərəcədir. 2B çıxılsın, bu da cüt dərəcədir. Modulda A. Deməli, A bizdə müsbətdir, müsbətdir. A məsələn 2-dir, çıxılsın, B də mənfidir. Bura müsbətdir, olduğu kimi çıxardıram. Çıxılsın 2B, bu birisi də müsbətdir, olduğu kimi çıxardıram. A-lar getdi, alınır, mənfi 3B. Yəni C uyğun gələcək birinciyə. Sonra baxırıq ikinciyə. İkincidə. Deməli, tək dərəcədir, eləcə yazıram A çıxılsın B. Cüt dərəcədir, yazıram modulda 2B çıxılsın. Bu da tək dərəcədir, eləcə yazıram A. Bizdə B mənfidir deyə
olacaq A çıxılsın B, çıxılsın B moduldan mənfi 2B çıxartdım. Mənfi 2B yazdım, çıxılsın A. A'lar getdi, qaldı mənfi B. 2 dənə mənfi olur müsbət 2B. Mənfi B ilə 2B bizə də verir eləcə B-ni. Deməli, bizdə D-də qalır eləcə B. Yəni, D variantı uyğun olur. Və o birisinə də baxaq. Burada isə cüt dərəcədir. Yenə modulda olur. A çıxılsın B, çıxılsın. Tək dərəcədir. Olur 2A. Tək dərəcədə modulda yazmağa ehtiyac yoxdur. Burada da cüt dərəcədir. Çıxılsın modulda 2B yazacağım. Cüt dərəcə çünki ikinci dərəcədir. İndi bizdə B müsbətdir, yəni 1-dir. B mənfidir. Bu da 2-dir. 2 dənə mənfi. Bura olur müsbət. Sonra desəm mən birincini səhv eləmişəm, hə? Burada bir də B mənfidir. Olur burada müsbət A çıxılsın B, çıxılsın 2A. Mənfi mənfidir deyə olur üstə gələ 2B bərabərdir. A-dan 2A çıxanda mənfi A, mənfi B ilə 2B, bu da B. B çıxılsın A, burada uyğun gələcək E variantı. Birincini bir dənə yoxlayaq. Birincini bir də yoxlayaq. Modulda A çıxılsın B, müsbətdir, qalır eləcə. A çıxılsın B. A çıxılsın müsbətdir. Sonra çıxılsın 2B. Bu da müsbətdir, çıxılsın A. A'lar getdi, mənfi 3B səhəm düzəltmişəm. 70-ci sual. Uyğunlaşdırın deyir bizə. 55. A üstü altta 1, A üstü -5-də 1-in mənası yoxdur. Deyib, elə üçüncüyə uyğundur E. A üstü altta 1 sıfırdan kiçikdir. A üstü altta 1 dərəcəsi altta 1 sıfırdan kiçik olan yoxdur. Altta 1, üstü altıda 1, 7-də 1-dən böyükdür. Yəni bu 6-cı dərəcədən A böyükdür 7-ci dərəcədən B deməkdir də. Hansının 6-cı dərəcəsi 7-ci dərəcədən 55 olsaydı, 55 olsaydı əgər 55 olsaydı, bunun 6-cı dərəcəsi 55 olsaydı, 7-ci dərəcəsi 6-cı dərəcəsindən böyük olardı. Amma tərsinə verib görə baxın A ilə C demək olar eyni şeydir. Kiçik dərəcələr böyük olur. Deməli A, B uyğun gələcək kəsrə də 3-cü dərəcəsi 4-cü dərəcəsindən böyük. Düz demədim. 0,3 0-dan 1 arasında. Gəlin bir dənəsini baxaq. Mən bunu qarışdırdım yenə. 6-da 1, 7-də 1. Şeyə baxırdıq da. Baxırdıq. Yazaq məxrəcə 8 kvadratı 64-də 1 yazaq. 64-də 1-in 3-cü dərəcəsi 64-də 1-in 3-cü dərəcəsi bizə verir 4-də 1. 64-də 1-in 2-ci dərəcəsi bizə verir 8-də 1. Hansı böyükdür? 4-də 1 böyük düzdür. Böyük dərəcə deməli kök altında 3-cü dərəcə kök altında 2-ci dərəcədən böyükdür. Kubunda isə 2-də 1. Hə, mən səhv izah elədim. A ilə B bura uyğun gələcək. Böyük. Çünki burada səhv izah elədim. Çünki kiçik dərəcədə daha böyük ədəd alınır. Məsələn, yazaq 64, bir də yazaq 64. İkinci dərəcədə alınacaq 8, üçüncü dərəcədə alınacaq 4. Deməli, A ilə C bura uyğundur, ikinciyə uyğundur. Digərində isə gəlin kublarına baxın. Məsələn, 2-də 1. Ya elə 0,3. 0,3-ün kubu eləyir 0,1000-də 27. Bu birisi isə eləyir 0,10,000-də 81. Hansı böyükdür? Üstü 3 olan böyükdür. Deməli, burada uyğun gələcək B variantı. Deməli, nümunələrlə daha yaxşı öyrənə bilərsiniz. Heç nə, videomuz bu qədər. Növbəti izahlarda görüşənədək sağ olun, hələlik.